Euzubillahimineşşeytanirracim. Bismillahirrahmanirrahim. Əziz dəyərli qrupumuzun iştirakçıları, indi istəyirəm sizlərə cadunun necə batil olunmasını göstərəm. Baxın, görün, bunlar cadudur. Yəni ki, istər ərəb hərfləri ilə yazılsın, istər ərəb rəqəmləri ilə yazılsın. Yəni, burada ola bilər ki, Quran ayələri də olsun, amma tərsinə yazılmış olan. Demək, baxın, diqqətlə görürsünüzmü? Yəni ki, oxumaq da mümkün deyil. Yəni ki, bu şəkildə bir neçə cadudur, sehirdir. Bunu əvvəlcədən, bunu açmamışdan əvvəl əlinizə bu cür bir əlcək giyin. Yəni, əlcəksiz əl ilə toxunmayın heç bir zaman. Heç bir zaman toxunmayın. Ondan sonra bir miqdar su düzəldin. Baxın, bu şəkildə su düzəldin. Su düzəltdikdən sonra bir neçə litr miqdarında su düzəltdikdən sonra götürürsünüz sirkə, alma sirkəsi, üzüm sirkəsi də ola bilər və biraz da duz, qaşıq, adi qaşıq. Ondan sonra təmiz suya bir qaşıq sirkəni biz qatacağıq. Bir qaşıq sirkəni tökürük indi. İndi açıram. Bir qaşıq sirkə əlavə edirik suya. Bəli, etdik. Ondan sonra sirkəni əlavə etdikdən sonra biz bura bir miqdar duz qatacağıq. Hardasa bir 10 qaşıq miqdarında duz əlavə edəcəyik bunun içərisinə. Baxın, bir qaşıq, 2 qaşıq, 3 qaşıq, 4, 5, 6, 7, 8, 9, bir də 10. Demək, biz bir daha göstərirəm. Baxın, 10 qaşıq duz əlavə elədik və qarışdırırıq.